Ölkə ərazisində xüsusi təhlükəli heyvan xəstəliyi olan quduzluğa qarşı profilaktik tədbirlər davam etdirilir. Bu çərçivədə işğaldan azad olunmuş Xocavənd və Xankəndi ətrafı ərazilərdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən vəhşi ət yeyən heyvanlar və sahibsiz itlər arasında oral immunizasiya aparılıb. Proses zamanı meşəlik və dağlıq sahələrə quduzluğa qarşı peyvənd tərkibli xüsusi yemlər yerləşdirilib. Heyvanlar bu kapsulları qəbul etdikdə peyvənd orqanizmə daxil olur, 25-30 gün ərzində immunitet formalaşır və bu qoruyuculuq təxminən 12 ay davam edir. Yemlər ərazi üzrə bərabər paylanır və hər 1 kvadrat kilometrə orta hesabla 15-20 ədəd düşəcək şəkildə yerləşdirilir. Oral immunizasiya ildə 2 dəfə yaz və qış mövsümlərində həyata keçirilir və epizootiya əleyhinə tədbirlər planına uyğun davam etdirilir. İstifadə olunan peyvəndlər heyvanlar və insanlar üçün təhlükəsizdir, yalnız profilaktik məqsəd daşıyır. Hal-hazırda Biovid preparatı ilə tədbirlər planına uyğun olaraq quduzluq xəstəliyinə qarşı tədbir aparılıq. Biovid vaksini preparatı xüsusi kapsul formasında hazırlanır, xüsusi iyə malikdir və marşrut üzrə səpələnir. Məqsədimiz insan təhlükəsizliyinin qarşısını almaq, sahibsiz itlərdə, vəhşi təbiətdə, ət yeyən heyvanlarda quduzluq xəstəliyinə qarşı tədbirlər planına uyğun olaraq planı yerinə yetirməkdir. Qeyd edək ki, quduzluq həm heyvanlar, həm də insanlar üçün ölümcül xəstəlikdir və əsasən yoluxmuş heyvanlarla təmas nəticəsində yayılır. Bu tədbirlər virusun dövranını azaltmaq və insan sağlamlığını qorumaq baxımından mühüm əhəmiyyət daşıyır.